Salam, hər vaxtınız xeyir. Bayramdan sonra yenidən qoğal hazırlamaq istədim və hazırlanmasını da sizinlə bölüşmək istəyirəm. İnşallah ki, bəyənərsiniz. Takib etməyi, bəyənməyi, yorum yazmağı unutmayın. 1 kilo 400 qram un götürürük. Doymaq mehriban fərq eləmir. Əlinizin altında hansı un varsa. 1 paket hazır quru maya istifadə edirəm. Deməli, əlavə eləmişəm 2 çay qaşığı sarı kök, 1 xörək qaşığı duz, 1 xörək qaşığı şəkər tozu. Bunları qarışdırırıq quru ərzaqları. Daha sonra bura əlavə eləyəcəyik 2 bütöv yumurta, ağlı sarılı bir yerdə. Üzəri üçün isə əlavə yumurta sarısından istifadə eləyəcəyik. Daha sonra 250 ml stəkandır məndə. Siz isə 1 stəkan, 200 ml stəkanı, bir dolu stəkan duru yağ əlavə edirsiniz. Duru yağ onun üçündür ki, xəmir elastik olsun, qoğallarımız bişəndən sonra bərkiməsin, yumşaq qalsın. Deməli, südü də həmçinin yarı süd, yarı sudan istifadə edirəm. Hardasa bu stəkandan 3 stəkan yarım getdi məndə. İndi sizdə xəmiri yoğurduqca görəcəksiniz. Xəmir ələ yapışmayan yumşaq xəmir olmalıdır. Südü də vurğulayım ki, nə soyuq, nə qaynar. Orta istilikdə olmalıdır. Deməli, xəmiri yoğurdum. Gördüyünüz kimi xəmir ələ yapışmır, amma yumuşaq xəmirdir. Görsəz ki, biraz ələ yapışır, duru yağ əlavə edə bilərsiniz, yəni un vurmayın təzədən. Deməli, belə xəmiri 1 saat mayalandırıram. Qoğalın xəmirinə çox mayalandırmırıq, çünki kündələyəndən sonra biraz da kündədə mayalanır. Ona görə, yəni qat-qat xəmir üçün o qədər mayalanma yox. 12 kündəyə ayırıram, 6 kündə şor qoğal üçün, 6 kündə şirin qoğal üçün. Hərəsini bu şəkildə, bu formada, yəni tam açmadan yayıram yuxaları. Bir-birinin üstünə unlayıram, qoyuram. Daha sonra elə bil ən birinci yaydığım yuxadan başlayıram. Onu tam şəkildə açacağım. İndi özünüz də görəcəksiniz. Xəmir elastik olduğu üçün rahat açılır. Yuxanın kənarlarını yağlayacağam və xəmir çəkib birləşdirəcəm. Ondan sonra digər yaydığım yuxaları da elə bu yarım formada, yəni ortadan qoyub çəkdikcə açacaqsınız. Yəni bir-bir açmağa ehtiyac yoxdur. Deməli, bu şəkildə yayıram. Daha sonra dediyim kimi ilk yaydığım gündədən yuxadan başlayıram. Yəni biraz açacağam. Daha sonra kənarlarını çox az yağlayın ki, xəmir yəni incitməsin sizi, belə deyək. Yəni lentləri kəsəndə yapışmasın. Alt qatı, üst qatı ümumiyyətlə yağlamırıq. Xəmir ümumiyyətlə elə xəmirdir ki, yəni əlinizlə çəkəndə də rahat açılır. Yəni sadəcə, yəni ola bilsin aralarında qopmalar olur. Yəni o məndə də olur, hamıda olur. Yəni fikir verməyin, o ara qatlarda qalır. Problem deyil, yəni. Bu şəkildə gördüyünüz kimi kənarına biraz yağ çəkdim. Qatdıqca xəmir özü çəkilir, yapışır kənarlara və salam. Ondan sonra hər qatı yağlayıram. Daha sonra yuxaları orta hissədən qoyub çəkirəm bir-bir.
Videonun bu hissələrini biraz tezləşdirmişəm ki, sizə də yəni baxmaq yorucu olmasın. Resepti yəni əlavə yazıb qeyd eləyəcəm şərhlərdə. İnşallah ki, siz də bəyənərsiniz bu reseptlə bu formada hazırlayarsınız. Mənə də yorum yazmağı unutmayın. Deməli, bu belə yəni yağlayıb dediyim kimi üst qatı yağlamırıq. Biraz gözləməliyik. İndi mən videonu biraz tezləşdirmişəm ki, yorucu olmasın. Yəni biraz gözləyirik ki, yağ biraz tutsun özünü ki, bizə lentləri kəsəndə, yəni lentlər bir-birindən ayrılmasın da, yəni sürüşmə olmasın rahat şəkildə. Biraz özünü tutdu, kəsdim. Daha sonra lentləri bu şəkildə yəni rulonlayıram. Rulonlayandan sonra da biraz saxlayıram. 5 dəqiqə, 10 dəqiqə saxlayıram. Yəni onda da görürsünüz ki, artıq yəni özünü tutub, ən belə deyək də, ən birinci elədiklərimizdən, bükdüklərimizdən başlayırıq. Tərəfini, qatları yaxşı olan üzünü alta qoyuruq ki, onu üz olaraq istifadə edəcəyik. Yəni, bu üzdə qalan tərəfləri iç hissəsi gördüyünüz kimi alt tərəf olacaq. Deməli, bu şəkildə çəkirik, açırıq, çox dərinə getmirik ki, altdakı qatları pozmayaq. Bu şəkildə, yəni içliyə qoyuruq. Mən birinci şor qoğal eləyirəm həmişə, sonra şirin qoğal. Fərqi yoxdur, siz eyni vaxtda hər ikisini də eləyə bilərsiniz. Ya ancaq şirin, ya ancaq şor, ya da mənim elədiyim kimi. Biraz belə bastırıram, çox əzmədən, daha sonra çevirib, yəni düzgün olsun deyə bir tərəfdən də bastırıram, qoyuram, yəni kündə, yəni yumurtanın sarısı, biraz duru yağ, biraz da süd qarışdırıb üzərinə çəkirəm. Xaş-xaş da, yəni çörək otu da əlavə eləyib 230 dərəcədə alt üst, qat-qat xəmirlər yüksək dərəcədə bişməlidir. Bu da qoğallarım hazırdır. Hazırlayanlara da bizə də nuş olsun. Belə videoların davamlı olmağını istəyirsinizsə takib eləyin, bəyənin, yorum yazın. Sağ olun.